Hörmətli izləyicilər, sizlərə məlumdur ki, mən iki mövzu ilə sosial şəbəkəyə çıxası oldum. Deyəsən, mövzular çoxalacaqdı. İndi qulaq asın. Dedim, yaşlı adamam, bu Qarabağ, bir gedim mən də görüm bu Qarabağ nə olan şeydir. Nəysə apardılar Qarabağa, Qarabağın hər yerini gəzdik. Şuşa qalasında dedik bir çay içək. Ay oğul bizə bir çay gətir, bir balaca çaynik, yanında da 4 dənə balaca stəkan, böyründə də 2 balaca rozetkada mürəbbə. Borcumuz nədir? 35 manat. Bu nə biabırçılıqdır. Dedik, ay oğul, bu qəqli quqlunu mürəbbəniz adı yığışdır, qəndlə çay ver. Özü də bizi bir çaynik görəsi deyil. Bizə 2 çaynik gətir. 20 manatda pulumu götür. Dedi, xeyr, bizə əmr belə verilib. İstəyir qəbul elə, istəyir eləmə. 35 manatdır. İnanın, Qarabağın harasına getdik. 25 manatdan aşağı çay yox idi. Bu nə biabırçılıqdır. Cavan oğlanlar torpağın altına getdi, qanını tökdü. Sizlər torbanızı doldurmaq üçünmü? Tüpürüm sizin o sifətinizə. Şərəfsizlər, alçaqlar. Görün hələ öz millətimizə belə eləyən. O xaricdən gələn turistlərin başlarına nə oynaçırsınız? Bu nə biabırçılıqdır. Mənim bugünkü söhbətim bu qədər.